Bura Zabratdır. Tarixi abidələri, köhnə məhəllələri, qonaqpərvər insanları ilə Zabrat keçmişin izlərini, həm də bugünün gerçəklərini özündə birləşdirir. Dəniz səviyyəsindən 20-30 metr yüksəklikdə yerləşən Zabrat 5 əsr bundan əvvəl baş verən zəlzələ nəticəsində dağılan Zər kəndinin batdığı yerdə salınır. Bizim kəndin əsl adı Zər kənddir. Zər kənd zəlzələdə batandan sonra, bu zəlzələdə batandan sonra buna Zərbatan deyiblər. Zərbatan, Zərbatdır, sonra da ki adı qalıb Zabrat. Bunun əsl adı Zər kənddir. Bu Zər kənddən batandan sonra 2 dənə salamat yer qalıb. Bir qalıb hamam qalmışdı, o da uçulub gedib. Bir də aşağıda balaca meçid var. Bəs Zər kəndinin qədim sakinləri kimləri olub? Akademik Məşəd xanım Nemətovanın apardığı tədqiqatlara söykənsək, deməliyik ki, buranın ilk sakinləri türk dilli Sabirlər olub. Sabirlərin adına ilk dəfə Klavdi Ptolemeyin əsərində Savar olaraq, Bizans mənbələrində isə Sabir kimi rast gəlinir. Zabrat toponimi də Sabirat sözündən yaranıb. Zabrat toponiminin yozması ən çox el arasında 2 cür izah olunur. Bunlardan biri Zabratın ən qədim adının Zər kəndi olması, sonra zəlzələ nəticəsində kəndin batması və Zərbatdı və nəhayət Zabrat formasına düşməsidir. Amma daha ehtimal olunan məna isə Zabrat kəndinin burada yaşayan Sabir tayfalarının adı ilə bağlı olmasıdır. 5-6-cı əsrlərdə xalqların böyük köçü zamanı qədim türk tayfalarından olan Sabir tayfaları bu ərazilərdə məskunlaşmış və Azərbaycanda onların adı ilə 2 toponim meydana gəlmişdi. Bunlardan biri Şabran şəhərinin adı, biri isə Zabrat kəndinin adıdır. Əvvəllər bir Sabirət, yəni Sabirlər yaşayan kənd mənasında işlənmiş. Tədricən S hərfi Z ilə demək əvəz olunub və Zabrat şəklinə gəlib düşmüşdür. Sabirlərin məskun olduğu Zər kəndində baş verən zəlzələdə daş üstündə daş qalmayanda burada bir məscid və pir qalıb. Bunun səbəbini belə izah edirlər ki, məscid və onun yaxınlığındakı pir qaya üstündə tikildiyindən təbii fəlakətə tab gətirib. Kəndimizdə 3 dənə demək olar ki, tarixi məscid var. Ən qədimi məsciddir ki, nəinki Zabratda, ümumiyyətcə Azərbaycanda ən qədimi məscidlərdən biridir. Onun üstündə olan kitaba yazır ki, 1800-cü illərin axırlarında bu qədimi və bağlı məscid 2 şəxs tərəfindən təmir olunur. Yazır orada daş kitabında ki, biz bu məscidi təmir edərsən, bu məscid çox qədimi idi. Həmən bu qədimi məscid Nabat xanım və Rızaqulu xan tərəfindən 1800-cü ilin axırlarında təmir olunmuşdur. Ondan qabaq da orada olan işarələrini onun çox qədimliyini göstərir və dəfələrlə bu məscid bərpa olunub. Sovet hökuməti dövründə bir müddət bağlı qalıb. Ondan sonra müstəqillikdən sonra məscid açılıb və Zabrat cəmaatına xidmət göstərir. Onun üzərində olan ki, o işarələr var. O işarələr çox qədimi işarələrdir. O işarələrə baxsaq, hətta o işarələr bizim eradan qabaqki kurqanlarda o işarələr də çıxıb. Yaşlı sakinlərin balaca məscid adlandırdıqları bu məscid Zabratla həmyaşıddır. Bura Zabratın ən hündür nöqtəsidir. Deyilənə görə, balaca məscidin yanında qədim hamam, 2 imamzadə qəbri, su quyuları və qala olub. Hətta məscidlə pir arasında yeraltı yol da varmış. Belə, keçmiş dildən dilə, nəsildən nəsilə ötürülərək yaddaşlarda belə qalıb. İndi həmin pirdən əsər əlamət yoxdur. Zabrat kəndində təsərrüfatla məşğul olunub, əsas torpaqla, heyvandarlıqla. Heyvandarlıqla məşğul olub, Şirvan torpaqlarında yataqları olub, heyvan saxlayanların. Əlməmməd kişi var idi, sonra Mirzə kişi olub.
Umud kişi olub, bunların sürüləri olub, Şamaxı ölçüsündə saxlayıblar. Zabratın ətrafında torpaqları çox münbit olub, Abşeron kəndlərinin bəzilərinə nisbətən. Ona görə də Sovet hökumət dövründə istixana salırlar ki, buranın torpağı 1-ə 3 buğda bəhər verilmiş. Zabrat kəndində tək buğda yox, əkinçilikdən başqa meyvə ağacları da olub ki, Zabrat kəndində pistə ağacı bütün Abşeronda olan kəndlərdən nisbətən ən çox pistə ağacı Zabratda olub. Zabratda degirman olub, özlərinin buğda üyütmək üçün degirmanları olub ki, indi vərat haldadır. Yəni Zabratda da gülgə sıxırı olub ki, orada oğdan da olub, orada böyük hovuz da tikiblər ki, əkinçilik məşğulsun bir qadının adı ilə də o yer, o sahə böyük. Hətta Sovet hökumətinin 70-ci illərdə Zabrat kəndinin qıraqlarında xırlar əkiblər ki, demək olar ki, hələ indiki Bakıya bəsərərdi o qədər əkin yerləri. Ona görə Zabratın su basandan sonra pistə ağacları qurudu, bataqlıqlar yarandı, sulardan istifadə olunmadı, quyu sularından. Zabrat kəndinin köhnə qəbirstanlığında hərəsi bir əsrdən soraq verən sərdabələr var. Onlara baxdıqca düşünürsən. Kim bilir neçədir dünyanın yaşı? Tarixin nə qədər yazısı vardı. Hər saxsı parçası, hər məzardaşı nəsildən nəsilə bir yadigardır. Hal-hazırda dayandığımız yer Zabratın ikinci qəbirstanlığı belə deyək. Əslində cəmaət bura köhnə qəbirstanlıqdır. Bundan qabaqki qəbirstanlıq da Hacı Tağı məscidinin yanında olan qəbirstanlıqdır. 50-ci ildə deməli Sovet hakimiyyəti dövründə yol salınanda həmin qəbirlərin bir hissəsi köçürüldü bura. Həmin hal-hazırda dayandığımız qəbirstanlığa. İki maraqlı fakt deyəcəm o haqqında sizə. Biri Nadir Şah Əfşarın qoşun başçısı olan Ağaverdi və yaxud Haqverdi adında bir nəfər haqqındadır. Deməli, həmən onun qəbrini çıxardanda qılınc və qalxanla dəfn olunmuş kəndin ağsaqqalları, köhnə sakinləri o haqqında belənsə danışırlar ki, həmən qəbirdə Ağaverdi və yaxud Haqverdi olan bir şəxs Kəbirə Rəşidlilər nəslinin nümayəndəsidir o. Nümayəndəsi deyəndə ki, ulu babalarıdır. Nadir Şahın qoşununda gəliblər, ola bilsin qoşun başçısı və o sərkərdə olub orada, onu qılınc və qalxanla bastırıblar. Qəbri açanda ki, köçürsünlər bura, hələ qılınc və qalxanı orada görüblər və gətiriblər həmən dayandığımız ərazidə, dayandığımız qəbirstanlıqda onu dəfn ediblər. İkinci maraqlı fakt da Hacı Cəlilin qəbridir. Hacı Cəlil öz qəbrini öz evinin həyətində bastırmağını vəsiyyət eləyib. Hacı Cəlil dövrün maarifpərvər insanlarından biri olub. 1905-ci ildə oğlu Hidayətin evində məktəb açılıb. 1918-ci ildə isə öz təşəbbüsü ilə qızlar məktəbi açılıb. Hətta ətraf kəndlərdən də həmən Zabratda olan qızlar məktəbinə qızlar gəlib təhsil alıblar, elm öyrəniblər. Gəliş-gedişlərini asan etsin deyə Hacı Cəlil öz faytonunu həmən məktəbə bağışlayıb. Azərbaycanın bir çox bölgələrində olduğu kimi Bakıda və Bakı ətrafı kənd və qəsəbələrdə sərdabə, yəni əmanət tipli qəbirlər var. Bunlardan biri də Zabrat qəbirstanlığındadır. Gördüyünüz bu sərdabə deməli 19-cu əsrin axırlarına aid olan sərdabədir. Burada hal-hazırda 3 dənə əmanət qəbiri var. Əmanət qəbirlər ona işarədirlər, yəni onu əmanət qəbiri kimi ora qoyurdular ki, həmən adam öləndə vəsiyyət eləyirdi ki, məni hələlik burada bastırın, sonra sümüklərimi apararsınız Kərbəlada və yaxud müqəddəs bir məkanda bastırarsınız. Hal-hazırda bu sərdabənin içində 3 dənə əmanət qəbir var.
Kəndin mərkəzində yerləşən Cümə məscidinə Zabratlılar Hacı Tağı məscidi deyirlər. 19-cu əsrdən qalan bu tarixi abidəni Zabrat sakini Hacı Tağı 1896-cı ildə tikdirib. Zabrat Cümə məscidinin tikilmə tarixində çox adamın xidmətləri olub. O vaxtın kişiləri, xeyriyyətçi kişilər olublar. Zabratda nəsillər olublar. Neçə dənə nəsillər yerləşiblər ki, onlardan bir nəsil Hacı Rəfilər var, növbətlilər var və digər nəsillər var ki, bu ərazi Hacı Rəfillərin yeridir. Həmin bu ərazidə Hacı Tağı adında bir nəfər yaşayır. Burada Məmmədəli ki, həmin bunların xırman yeridir və buranı vəqf eləyirlər məscidə. Bu məscidin bina olunmasında ən fəallardan biri, o vaxt Kəndxudada deyirdilər, Hacı Cəlil adında bir nəfər olub. Onun başçılığı altında bu məscid başlayıb bina olunub. Amma çox insanların burada xidmətləri olub, tək bir adamın adına yazmaq olmaz və onların içərisində hətta Nabat xanım da iştirak edir ki, Nabat xanım əsasən Təzəpir məscidinin tikilişini ki, oradan tanıyırıq onu, amma ki, bu məscidlərin tikilişində də onun öz dəstəyi olub. Günbəzdən içərini aydınladan 8 pəncərə cənnətin 8 qapısını simvolizə edir. 12 tağla bir-birinə bağlanan 4 sütun tavanı saxlayan öz ilə bənzəyir. Bakı ətrafında tikilən məscidlər hamısı daşla tikilib. Yəni ki, Bakı ətrafında tikilən məscidlərdə kərpicdən istifadə olunmayıb. Burada məscid 4 sütunun üzərində tikilib və bir günbəzi vardı. Burada daşdan mehrab, indi hal-hazırda ki, mehrabı ki görürsünüz taxtadandır, amma ki, o vaxt məscidin mehrabı daşdan olub. Yəni ki, daşdan tikilib ki, o dəyişilməz bir yerdə olub. Sonra məsciddə 2 dənə qapı var ki, xanımlar üçün olan hissə, burada ayrıca bir hissə olub vaxtilə. Yəni, sonradan həmin o qapı xanımların daxil olması üçündür. Bu isə ümumi kişilərin daxil olmasından ötürü qapıdır. Qəribə taleyi var bu məkanın. Möhkəm özül üzərində dayaq tutan tağları Zivər bəy Əhmədbəyov ötən yüzillikdə düşünmüşdü. Müsəlman memarlığının gözəl bir incisi kimi bu məscid də Abşeron kəndlərindəki tarixi abidələrdən biri olacaqdı. Lakin maddi vəsait və ya zamanın gərdişi ucbatından layihə tamamlana bilmədi. Zabrat kəndində 3 dənə məscid olub. Biri yolun qırağındakı məscid, biri kəndin içindədir, balaca məscid. Biri bu yarımçıq məsciddir. O məscid təmizlənəndən sonra düşdük onun üstünə ki, bərpa eləməyə. Elmi Akademiyasında qeydiyyat alıblar. Mədəniyyət Nazirliyində getmişəm, məktublarım olub onlardan, onlar cavablar verirlər mənə. İndi Allahın köməyi layihəsini çəkdirmişik. İnşallah Allah nəsib eləsə, bu məscid bərpa olunacaq. Bu adı olmayıb, onu kənd məscidi olub. Xanım Zeynəvan adını məscidi mən buna vermişəm. Bu məscid 1898-ci ildə başlanıb, 1913-cü ildə dayanıb. Taleyin hökmü ilə yarımçıq qalan bu məscidin tamamlanacağı günü kənd cəmaatı həsrətlə gözləyir. Maraqlıdır ki, məscid yarımçıq olsa da 1955-ci ilə qədər fəaliyyət göstərib. Elə bu səbəbdən də ona kənddə üstü açıq məscid deyirlərmiş. Bu məscidin giriş qapısıdır, bura. İçərisinə girişin qapısı budur, burada. Buradan bunun məscidin içindəkində olan ərazilərdir, bunlar. Burada dalada pəncərələri var bunun. İçərisi də o küncdən, görürsən pəncərələr də olar hamısı. Sonra bu yanda yenə pəncərələrdir. Bu bulan daşlarıdır, bu ortada bəlkə saxlamaqdan ötürüdür. Onlar ki pəncərələrdir, minarəsidir ora. O da minarəsidir. Buradakı sökülmüş yeri bu həmin şeydir. Bura indi inşallah sökülüb, onu bu yaxında bərpa olacaq inşallah. 1735-ci ildə Nadir Şah Zabrat və bir neçə kəndi Aşurxan Əfşara bağışlayır. O da Əfşar tayfasından xeyli nəsilləri bura köçürür. Mehdixanlılar, Şoduqlular, Növbətlilər,
Kəblə Rəşidilər, Xalxalilər Zabratın tanınan nəsilləri olub. Zabrat kəndində zəhbəran bitkisi də əkilib ki, bilgədən heç də dala qalmayıb. İndiki Təzə qəbirstanlığın yeri böyük bir sahə Parni körşünəcən zəfəranlıq olub. Əbdülmənəf kişinin zəfəran bağları olub, orada zəfəran bezərdi. Sonra qəbirstanlıq salınandan sonra 38-ci ildə zəfəranlıq yığışdırılıb. Bir də ki, Zabratın susuzluğu da olub, ona biraz çətinlik olub. Su da olanda gən də çətinlik olub. Zabratda böyük tayfalar olub ki, adları indi də məşhurdur, olan adları ilə çağınır. Növbətlilər, Hacı Rəfillilər, Mehdixanlılar, Şodoğlular, Həsənoğlar, Rəşidoğlar və çox tayfalar var ki, böyük tayfalar ki, Zabratın demək olar ki, özünü qoyan tayfalardır ki, gəlib nəsilləri bu günəcən çıxıb. Məşəd xanım Neymət, Zabrat kəndinin fəxri. Təkcə Zabrat kəndinin yox, Azərbaycanın. Mən deyərdim ki, bütün Türk dünyasının sayılan seçilən alimlərindən biri olub. SSR dövründə, SSR məkanında elə bil ki, o elmlə məşğul olan epiqrafist alim olub. O elmlə məşğul olan, demək, 4 nəfərin içində bizim Azərbaycandan çıxan, Zabrat kəndindən çıxan, müharibənin o ağır günlərində qardaşı müharibəyə gedib, atası, anası rəhmətə gedib, qardaşı rəhmətə gedib və qardaşının da 4 elə bil ki, yetimi qalıbdı hələ bir. Onlara köməklik eləyib, onların həmişə arxasında dayanıb, həmçinin bizim elə bil ki, nəslin ağbirçiyi olub, hər vaxt köməyi deyib bizə, məsələn üçün xeyrimizdə, şərimizdə. Doğrudan xalam çox kübar qadınlardan biri idi. Bilirsiniz də, kəndlərdə, rayonlarda toylar günartı olurmuş. Demək, Məşəd xanımın Neymətin orada çəkilişi var imiş də, gedilmiş. Özü yazıb bu haqda. Gedib rejissorlar xahiş edib ki, bəs bizim çəkilişimiz var. Onlar ki, siz toyu saxlayasınız da, heç olmasa 1 saatlıq, 2 saatlıq. Deyiblər ki, necə yəni çəkilişimiz? O bizim ən əziz adamımızdır. Bütün demək olar ki, rayon əhli onu hamısı bəlkə də demək elə o öz adamı sayırdı, öz evinin içi sayırdı. Belə alimlərdən biri olub. Bu Necmədinin ev eşiyidir. Bunu Sovet hökuməti gələndə alıb onların əlindən. Necmədin 2 qardaş olublar. Bunlar nəsilləri Həşimlidir. Həşimli nəslindəndir, tikdirib. Sovet hökuməti gələndə Necmədingilin əlindən alıb, bunu eləyib əvvəlcə uşaqlar üçün, yetim uşaqlar üçün pansionat, sonra da olub bağça. Bu binanın 1800 neçənci ildə tikilib. Bunlar mənim babamgilin əmsi oğlanlarıdır. Onlar olublar, 6 qardaş olublar. Həşimli 6 qardaş olub Həşimin uşaqları. Zabratın əslində ən maraqlı tarixi abidələrindən biri də köhnə hamamdır. Heç də kiçik olmayan, əksinə ayağını yerə möhkəm dayayaraq zamana meydan oxuyan bu hamam əsl sənət abidəsidir. Zabratda xeyirxah insanların inşa etdirdikləri abidələr içərisində adı çəkilən bu hamamı 1896-cı ildə Hacı Gövhər adlı bir şəxs tikdirib. Kəndin hörmətli adamlarından olan Hacı Gövhər buranı inşa etdirən zaman hamama bitişik bir yel dəyirmanı da olub. Həmin dəyirman keçən əsrin ortalarına qədər fəaliyyət göstərib. Bu mədəni irsin qorunması, nəsildən nəslə ötürülməsi əsl fədakarlıq istəyir. Zabratlılar isə vətənsevər, fədakar insanlardır. Yaddaş səhifəsinə daha bir səyahətimiz burada tamamlanır. 32-dən birində yeni ünvanda görüşənədək.